Coğrafya 2024-cü il test toplusu Azərbaycan Respublikası İqtisadi Coğrafya rayonlarının kənd təsərrüfatı, nəqliyyatı və xarici iqtisadi əlaqələri mövzusunda 73 testi burada həmin testlərin təhlilini verməyə çalışacağım. Respublikamızda zəngin təbii rekreasiya ehtiyatına malik olan ərazidə rekreasiya ehtiyatları insanların istirahət etmələri, dincəlmələri üçün əlverişli şəraitin olmasıdır. İki cür rekreasiya ehtiyatlarını qruplaşdıra bilərik. Birincisi təbii rekreasiya ehtiyatları. Bu əlverişli landşaft, yəni meşə ehtiyatlı, dəniz sahillərdir. Bunlar təbii rekreasiya ehtiyatlardır. Bir də tarixi obyektlər var. Məsələn, Bakıda deyək ki, Qız Qalası, Hindistanda Tac Mahal beləcək. İndi bizdən təbii rekreasiya ehtiyatlarını istəyir. Bu Azərbaycanda A bəndində Qanı Xəyirçayda belə ehtiyatlar yox kimidir. Şirvan düzü, yarım səhradır, Muğan düzü həmçinin istirahət dincəlmək üçün yaxşı şərait yoxdur burada. B bəndində Gəncə, Qazax düzü, Qobustan, Küraraz ovalığı, Qobustanda təbii rekreasiya ehtiyatı yox, orada tarixi abidə, qədim qayaüstü rəsmlər var. O tarixi obyektlərə aiddir. Təbii rekreasiya ehtiyatı deyil o. Zaqda, Lacda əlverişli meşə landşaftı, Gölcük ətrafında yeni meşə landşaftı, Xəzər sahillərinin də istirahət dincəlmək üçün əla şərait var. O yerdə C bəndi doğrudur. D bəndində Acınor, Ceylançöl, Cənub-Şərq Şirvan səhvdir. Y bəndində yenidən Muğan düzü cavablar səhvdir. Düzgün cavab oldu C bəndi. Respublikamızda əsasən taxılçılıq, tütünçülük, qərzəşli meyvəçilik və baramaçılıq üzrə əsaslaşmış iqtisadi rayon. Deməli, taxıl Azərbaycanda çox yerdə əkilir. Tütündə bir nömrə Şəki-Zaqataladır. Qərzəşli meyvədə qoz fındıqdan gedir söhbət, yenə də Şəki-Zaqataladadır. Barama bir neçə iqtisadi rayonda var. Məsələn, Kürarazda da var, Naxçıvanda da var. Küraraz deyəndə mərkəzi Arandır, Şirvan Salyandır, Muğandır, bunlar nəzərdə tutulur. O görə tütünçülük, xüsusilə qərzəşli meyvəçilik bizə göstərir ki, burada düzgün cavab Şəki-Zaqatala, düzgün cavab C bəndi. Baramaçılıq inkişaf etdiyi iqtisadi rayonlar. Baramaçılıq, deməli, Şərqi Zəngəzurda inkişaf eləməyib, Dağlıq Şirvanda var, amma elə də güclü ixtisaslaşmayıb. Şəki-Zaqatalada güclü inkişaf edib, Quba-Xaçmazda inkişaf eləməyib. Yenə də C bəndi Quba-Xaçmaz, Lənkəran səhvdir. D bəndində Dağlıq Şirvanda var, Lənkəran da zəif inkişaf edib. Ən güclü inkişaf etdiyi iqtisadi rayonlar Şəki-Zaqatala və Naxçıvandır. Şəki-Zaqatalada bu şəkildə, Naxçıvanda da Ordubad ipəyi, baramadan bir düzgün ipəyi alınır. Ordubad ipəyi tarixən dünyada məşhur, düzgün cavab Y bəndi. Şəki-Zaqatala iqtisadi rayonunda kənd əhalinin daha çox çalışdığı istehsal sahələri, ipəkçilik burada tarixən inkişaf edib, şəkər çonduru səhvdir, çərdəki meyvəçilik, bu Naxçıvandadır, o cürdə A bəndi səhvdir, B bəndə qərdəki meyvəçilik, buranın əsas sahələrindəndir, taxılçılıq, həmçinin sitrus meyvəçiliyi Lənkəran astardadır, Şəki-Zaqatalada kənd əhalisi bu sahələ məşğul olmur. C bəndə taxılçılıq, tələbətçilik burada yoxdur, tələbətçilik bizdə Lənkəran astara, Quba-Xaçmaz da inkişaf edib, Kürarazda da inkişaf edib. Pambıqçılıq yenə də Kürarazın xarakterik sahəsidir, o görə C bəndi səhvdir. D bəndə tütünçülük, Şəki-Zaqatalada kənd əhalisi məşğul oldu, əsas sahələrdən biridir. Qərzəşli meyvəçilik buranın əsas sahələrindən biridir, taxılçılıq da həmçinin. D bəndə o görə də doğrudur. Y bəndə kartofçılıq deyil, kartofçılığa görə bizdə Qazax Tovuz rayonu fərqlənir, Quba-Xaçmazda var. Son zamanlar Cəlilabad rayonunda inkişaf etdirilir. O görə düzgün cavab oldu D bəndə ki, tütünçülük, qərzəşli meyvəçilik, taxılçılıq. Cavab D bəndi. Lənkəran iqtisadi rayonunda kənd əhalinin daha çox çalışdığı istehsal sahələri sitrus meyvəçiliyi doğrudur. Bostançılıq Kürarazda iqtisadi rayonlardadır, narçılıq yenə də Kürarazda iqtisadi rayonlardadır. C bəndə paraş tələbətçilik, yəni tez yetişən tələbətçilik burada inkişaf edib, düzdür, qərzəşli meyvəçilik, Şəki-Zaqatalanın xarakterik sahəsidir, çərdikçilik Lənkəran üçün doğru idi. Bu arada qərzəşli meyvəçiliyə görə səhvdir. C bəndə tələbətçilik doğrudur.
pomidordur, xiyardır, tarixan burada güclə işlədir, sitrus meyvəçiliyi doğrudur, çayçılıq doğrudur, Lənkəran əhalinin ən çox çalışdığı təsərrüfat sahələrdir, Sebəndi doğrudur. Deməndə çayçılıq doğrudur, taxılçılıq, geçmən doğrudur, quru meyvəçilik şuralardadır, səbtir. Ceybəndə heyvandarlıq, kartofçuluq yerində həmçinin tumlu meyvəçilik, Quba Xaçmazın sahəsidir. Deməli, düzgün cavab Ceybəndə tələbəçilik, sitrus meyvəçiliyi, çayçılıq cavab Ceybəndə. Aşağıdakı diaqramın hansı iqtisadi rayonun kənd təsərrüfatı üçün səciyyəvidir? Deməli, təxminən 6 bərabər hissəyə bölünüb, yəni biri təxminən 16-17% tutur. Deməli, qoyunçuluq Azərbaycanda bir çox iqtisadi rayon dəyişiklik borcuna görə də buna təyin etmək mümkündür. Tütüncülük Şəki-Zaqatala, Lənkəran Astaradə inkişaf edib. Gülçülük Şəki-Zaqatala, Abşeronda, Bakıda inkişaf edib. Taxılçılıq bir çox rayonda var. Qərdəçi meyvəçilik, ipəkçilik və tütüncülük bu üç sahə. Qaranda çox yerdə var. Tütüncülük, ipəkçilik, qərdəçi meyvəçilik bizə göstərir ki, bu Şəki-Zaqatala iqtisadi coğrafi rayonunda düzgün cavab Ceybəndi. Azərbaycanda tütüncülüyün daha çox inkişaf etdiyi iqtisadi rayon, tütüncülük bizdə ən çox inkişaf etdiyi Şəki-Zaqatala iqtisadi coğrafi rayonunda, başqa yerlərdə zəif inkişaf edib. Deməli, düzgün cavab Yebəndi, Şəki-Zaqatala. Azərbaycanda boru kəmər şəbəkəsi nisbətən sıx olduğu iqtisadi rayonlar, boru kəmər şəbəkəsi neft, qaz sənayesinin inkişaf etdiyi yerlərdə olur. O görə də belə rayonlar götürəcək. Quba Xaçmazda Siyəzəndə neft var, amma belə Rusiyaya gedən kəmərlər də buradan keçir, doğrudur. Şəki-Zaqataldan boru kəməri demək olar keçmir, Dağlıq Şirvandan həmçinin keçmir. Naxçıvandan keçmir, Dağlıq Şirvandan keçmir, Şəki-Zaqataldan keçmir. B cavabda səhvdir. Abşeron Xizdan keçir, Quba Xaçmazdan keçir, Şirvan Salyanından da yenə Azərbaycandan deməli Gürcüstana gedən boru kəmərləri keçir. O görə də B, C bəndi doğrudur. Abşeron Xızı, Quba Xaçmaz, Şirvan Salyan. D bəndə Şəki-Zaqatala, Naxçıvan, Lənkəran Astara, səhvdir. Y bəndə yenə də Dağlıq Şirvan, Lənkəran Astara, səhvdir. Mirmuğan doğru idi. Düzgün cavab Abşeron Xızı, Quba Xaçmaz, Şirvan Salyanın verildiyi C bəndi. Qərdəçi meyvəçiliyi və çayçılıq təsərrüfatı olan müvafiq iqtisadi rayonlar. Qərdəçi meyvəçiliyə görə birinci iqtisadi rayonumuz Şəki-Zaqataladır. Çayçılığa görə də birinci iqtisadi rayonumuz Lənkəran Astaradır. Deməli, düzgün cavab D bəndi, Şəki-Zaqatala, Lənkəran Astara. Cavab D bəndi. Azərbaycanda tələbəçiliyin yüksək inkişaf etdiyi iqtisadi rayonlar. Tələbəçiliyə görə Azərbaycanda iki əsas iqtisadi rayon fərqlənir ki, bunlardan birincisi Lənkəran Astaradır. Haraş yaxud tez yetişən tələbəçilikdir. İkincisi də Quba Xaçmazda gec yetişən tələbəçilikdir. Amma bazarlarımızı tələbəçilə təmin edən əsas iqtisadi rayon Kürəra zolağında yerləşən, yəni Şirvan Salyandır, Mirmuğandır və Mərkəz Aran rayonlarıdır. Deməli, tələbəçilik inkişaf etdiyi əsas iqtisadi rayonlar oldu. Lənkəran Astara, Quba Xaçmaz, cavab D bəndi. Azərbaycanda qərdəçli və çərdəçli meyvəçilik, meyvələr istehsalda fərqlənən müvafiq iqtisadi rayonlar. Qərdəçli meyvəçiliyə görə Şəki-Zaqataladır. Qozbunda Şabaltdan gedir söhbət. Çərdəçli meyvə deyəndə ərik, şaptal nəzərdə tutulur. Buna görə də bizdə Naxçıvan Muxtar Respublikasının xüsusilə şərq hissəsi Ordubad fərqlənir. O yerdə cavab olacaq qərdəçli meyvəçiliyə Şəki-Zaqatala, çərdəçli meyvəçiliyə görə də Naxçıvan, Şəki-Zaqatala, Naxçıvan cavab oldu B bəndində. Quba Xaçmaz Lənkəran Astara iqtisadi rayonlarında iri konserv müəssisələrinin yerləşdirilməsinin başlıca səbəbi Quba Xaçmaz Lənkəran Astarada həqiqətən də iri konserv müəssisələri yerləşdirilib. Ona görə ki, bunlarda xammal boldur. Xammal olduğuna görə bu məhsulların daşınması, məsələn, meyvə tərəvəzdir, bunlardan deyək ki, konserv düzəltmək lazımdır. Xammal daşımaqdansa konservləşdirməni rayonda aparmaq lazımdır. Xammal olması bunlarda müəssisələrin yerləşdirilməsinin əsas səbəbidir. Düzgün cavab B bəndi. İpəkçiliyin inkişaf etdiyi iqtisadi rayon, ipəkçiliyə görə bizdə bildiyiniz kimi, deməli, Çar Rusiyası vaxtı Rusiyanın ipəyə olan tələbatının 20%-dən çoxunu təkcə Şəki şəhəri verirdi. Bir fakt deyim ki, 1900-cü ildə
Şəki şəhərində ipəkçi ilə məşğul olan 10 min nəfərdən çox əhali bu sahədə çalışır. Düzgün cavab Şəki Zaqatala. Abşeron atmosfer havasının çirklənməsinin əsas mənbələri boru kəməri nəqliyyatı atmosferi çirkləndirmir, neft arma zavodları çirkləndirən əsas sahələrdəndir. Neft kimya müəssisələri çirkli sahədir. Yeni sənayesi yenə də atmosferi çirkləndirmir. Semendə dəmir yolu atmosferi az çirkləndirir, elektrikli olanda çirkləndirmir. Avtomobil nəqliyyatı əsas çirkləndirən mənbələrdən biridir. Deməndə avtomobil nəqliyyatı atmosferi çirkləndirən əsas mənbələrdən biridir. Neft kimya müəssisələri atmosferi çirkləndirən əsas mənbələrdən biridir. Deməli, D cavabı doğrudur. Yer bəndində yenə də dəniz nəqliyyatı bu atmosferi çirkləndirən əsas mənbələrdən biridir. Avtomobil doğru idi. Düzgün cavab D bəndi. Qazax Tovuz iqtisadlarında suvarmada istifadə olunan çaylar, yəni həmin zonanın çaylarından gedir söhbət. Ağstava çayı buradadır, Tovuz çayı buradadır, Şəmkir çayı yenə də buradadır. A bəndi doğrudur. B bəndə Qanıq çayı burada Dögür. C bəndində Qabırlı çayı burada Dürkudiyal çayı burada Dögür. D bəndə Türyan çayı burada Dögür. Zəyəm çayı, Ağstava çayı buradadır. Y bəndində Həkəri çayı deməli bu Şərqi Zəngəzurdadır, Tərtərdə Qarabağdadır. Düzgün cavab oldu. Ağstava çayı, Tovuz çayı, Şəmkir çayı cavab A bəndi. Şəkər istehsalına görə aparıcılıq olan iqtisadın şəkər istehsalı bildiyi üçün bunun zavodu deməli İmişlidədir. Azərbaycanda bundan başqa zavod yoxdur. Deməli bu da yerləşir Milmuğan iqtisadi rayonunda. Deməli aparıcılıq olan iqtisadi rayon Milmuğan iqtisadi rayonudur. Cavab B bəndi. İmişli şəkər kombinatı burada yerləşir. Azərbaycanda tumlu və qərzəki meyvə istehsalı üzrə fərqlənən müvafiq iqtisadi rayonlar. Tumlu meyvə deyəndə alma, armud nəzərdə tutulub ki, buna görə bizdə Quba Xaçmaz fərqlənir. Qərzəki meyvədə qoz, fındıq, şabatlı, buna görə də Şəki Zaqatala fərqlənir. Deməli, düzgün cavab Quba Xaçmaz, Şəki Zaqatala cavab verilib A bəndində. Naxçıvan iqtisadi rayonunda suvarmada istifadə olunan çaylar Naxçıvan çayları, Araz çay buradadır, Arpa çay buradadır, Biləş çay Lənkəran-Astıradadır, Bərgüşat bu Şərqi Zəngəzurdadır, A cavabı səhvdir. B bəndində Arpa çay buradadır, Əlincə çay buradadır, Naxçıvan çay buradadır, Ordubad çay Naxçıvanda suvarmada istifadə olunan əsas çaylardır. B bəndi doğrudur. C bəndində səhv cavab Tərtərdir, Bərgüşatdır, Quru çay səhvdir. D bəndində Borqar çay, Qarqar çay cavabları səhvdir. Y bəndində Həkəri səhvdir. Biləş çay Lənkəran-Astıradadır. Düzgün cavab B bəndi Arpa çay, Əlincə çay, Naxçıvan çay, Ordubad çay. Əlincə adı oxşayan Əlican çayı o Şirvan düzünün çaylarındandır. Burada deyil. Cavab B bəndi. Yerli təbii su ehtiyatı ilə yaxşı təmin olunmamış inzibati rayonlar və onun əsas səbəbi Qazax və Quba. Qazax, Qubada yerli su ehtiyatı ilə kifayət qədər təmin olunublar. Çaylar sərfinin az olması səhv fikirdir. İsmailli və Quba çayların yayda qurulması. İsmailli, Qubada bunlar dağlıq rayonlarda çaylar yayda qurulmur. Cavab səhvdir. Daşkəsən və Abşeron yarışlarına az düşmüş. Abşeron üçün doğrudur, Daşkəsən üçün səhvdir. Lənkəran və Şamaxı yanıtların miqdarının buxarlanmadan çox olması Lənkərana görə deməli səhvdir. Bunlarda kifayət qədər yanıtı var. Kürdəmir və Abşeron. Kürdəmir deməli Şirvan düzündədir. Qura bir yerdə azımda ən az yanıt düşən yerlərdən biridir. Abşeron həmçinin Azərbaycanda ən az yanıt düşən yerlərdən biridir. Rütubətli əmsalın barıdan kiçik olması doğrudur. Bunlarda deməli yerli təbii su ehtiyatlarla bunlar ən zəif təmin olunmuş iqtisadi rayonlardır. Xüsusilə Abşeron gətirmə sudan həm deməli Böyük Qafqazın bu Qusar zonasından həmçində bu Oğuzdan, Qəbəldən bura su gətirilir. Deməli düzgün cavab oldu. Y bəndi Kürdəmir, Abşeron səbəbdə rütubətli əmsalın barıdan kiçik olmasıdır. Cavab Y bəndi.
Danışılan iqtisadi rayonun ixtisaslaşdığı əsas təsərrüfat sahələri, üzümçülük buradakı əsas təsərrüfat sahələrindən biridir. Pambıqçılıq üçün burada şərait yoxdur. O görə ki, pambığı yetişmək üçün vegetasiya dövründə 4000 dərəcə Celsius pH temperaturda cəmi lazımdır. Burada elə temperatur yoxdur. Səbti. Şərabçılıq, şərab üzümündən alınır. Üzümçülük inkişafı deməli şərabçılıqda doğrudur 1-3. Taxılçılıq, buranın qara torpaqları taxılçılığın inkişafı üçün əla şərait yaradır. 1-3-4. Tütünçülük, Lənkəran Astranın əsas deməli Şəksaqların əsas təsərrüfat sahəsi səbti. Baramaçılıq, Baskal kəndində Tarxan İsmaildə baramaçılıq inkişaf edib, doğrudur. Burada inkişaf edən sahələrdən də sitrus, Lənkəran Astranın sahəsidir. Deməli, düzgün cavab oldu. Üzüm 1, şərab 3, taxılçılıq 4 və baramaçılıq 6. 1-3-4-6 cavab yebəndi. Lənkəran Astran və Quba Xaçmaz iqtisadi rayonlarının vaxtlarında bir-birindən fərqləndirən mühüm təsərrüfat sahələri bir-birindən fərqli olsun. Deməli, sitrus bitkiciliyi Lənkəran Astranında inkişaf edib, Quba Xaçmazda inkişaf etməyib. Neft çıxarma Quba Xaçmazda Siyəcəndə var, Lənkəran Astranında yoxdur. Bir-birindən fərqlənirlər. Deməli, düzgün cavab elə A bəndidir. B bəndinə baxaq. Heyvandarlıq hər ikisində var, taxılçılıq hər ikisində var. Taxılçılıq ümumiyyətlə Azərbaycan bütün iqtisadi rayonlarında var. Bir dənə Abşeron çıxmaq şərti ilə. C bəndə yeni sənayesi hər yerdə var. Balıqçılıq, Xəzər sahili bunların ikisində də var. Oxşardır. D bəndə tələbəçilik hər ikisində var. Birində tez yetişən, birində gec yetişən. Balıqçılığı dedim. Tumlu meyvəçilik Quba Xaçmazda var, Lənkəran Astranında yoxdur. Padaş tələbəçilik. Bu, deməli, Lənkəran Astranında var, Quba Xaçmazda gec yetişən tələbəçilikdir. Tumlu meyvəçilik Quba Xaçmazdadır, Lənkəran Astranında yoxdur. Padaş tələbəçi hər ikisinin olduğuna görə, deməli, Lənkəran Astranında var, Quba Xaçmazda yoxdur. Tumlu meyvə Quba Xaçmazda var, Lənkəran Astranında yoxdur. Əslində burada ikili cavab alındı, amma əsas fərq bir-birinə fərqli təsərrüfat sahələri sitrus bitkiciliyi və neft çıxarmadır. Amma yüngülvari testdə nöqsan var. O görür ki, tumlu meyvəçilik Quba Xaçmazda var, Lənkəran Astranında yoxdur. Paraş tələbəçilik Lənkəran Astranında var, Quba Xaçmazda yoxdur. Yüngülvari nöqsan var testdə. Cavab əsas fərq sitrus bitkiciliyi. Deməli, Lənkəran Astranında var, Quba Xaçmazda yoxdur. Neft çıxarma Quba Xaçmazda var, Lənkəran Astranında yoxdur. Əgər Y bəndə yaxşı olar ki, paraş meyvəçilik yazıb. Düzgün cavab A bəndi. Azərbaycan heyvandarlığının əkinçiyə nisbətən üstün inkişaf etdiyi iqtisadi rayon var. Heyvandarlıqla bildiyi kimi əsas fərqlənir. Deməli, heyvan Azərbaycan hər yerdə saxlanılır. Amma heyvandarlığın əkinçidən üstün olduğu yerlər, biz burada dağlıq rayonlar götürəcəyik. Ki, dağda əkin əkməyə imkan nisbətən məhduddur. Xüsusilə 1500, 1600, 1800 metrdən yuxarıda soyuq iqlimin olduğu yerdə əkin əkmək olmur. O görə də heyvandarlıq əkinçilikdən üstün olur. Lənkəran Astranında əkinçilik üstündür. Quba Xaçmazda düzən də var, dağ da var. Elə burada bu daha ciddi fərq yoxdur. Qazax Tovuzda əkinçilik üstündür. Mil Muğan'da əkinçilik üstündür. Şərqi Zəngəzurda deməli çox hissəsi bunun Qubadlıdır, Kəlbəcərdir, Laçındır, dağlıqdır, Dağlıq Şirvanlı yerində adı üstündə dağlıqdır. Burada heyvandarlıq üstündür əkinçilikdən. D bəndə mərkəz aranı səbti, Y bəndə Şirvanşah yazısı səbti. Deməli heyvandarlığın əkinçilikdən üstün olduğu Şərqi Zəngəzur və adından görüldüyü kimi Dağlıq Şirvan, amma Dağlıq Şirvanda əkinçilik də kifayət güzel inkişaf edib. Amma yenə də heyvandarlıq əsasdır. Düzgün cavab C bəndi. Şərqi Zəngəzur, Dağlıq Şirvan. Şəxsəqtarlar iqtisadi rayon üçün səciyyəvi olan kənd təsərrüfatı sahələri, tütünçülük bura üçün səciyyəvidir, baramaçılıq bura üçün səciyyəvidir, qəzəçi meyvəçilik bura üçün səciyyəvidir. Bunlar, deməli, bu sahələr burada güclü inkişaf edib. A bənd doğrudur. B bəndə pambıqçılıq səbti, tələbəçilik burada yoxdur, üzümçülük zəif inkişaf edib. Taxılçılıq doğrudur, qurutma meyvəçilik yenə də bura üçün səbti, üzümçülük də səbti, D bəndə tələbəçilik səbti, çəltikçilik səbti, pambıq səbti, Y bəndə tütün düzdür, qurutma meyvəçilik səbti, arıçılıq dağ təsərrüfatıdır. Cavab A bəndi. Tütünçülük, baramaçılıq, qərzəçi meyvəçilik.
Şəxsəkdərlər və Quba Xaçmaz iqtisadi rayonları üçün ümumi olan təsərrüfat sahələri xalçıçılıq, baramaçılıq, meyvəçilik. Xalçıçılıq deməli dağda inkişaf edib hər ikisində var. Baramaçılıq Quba Xaçmazda yoxdur, Şəxsəkdalda var. Meyvəçilik birində tumlu, digərində qərdəki meyvəçiliyi var. O görə burada barama baxımından fərqi var. Baramaçılıq yeni Beybəndə var, o görə Beybəndə səbti. Seməndə meyvəçilik hər ikisində birində tumlu, birində gələcəkdir. Taxılçılıq hər ikisində var. Heyvandarlıq hər ikisində var. Deməli, düzgün cavab Seməndi. Meyvəçilik hər ikisində var. Taxılçılıq hər ikisində var. Heyvandarlıq da ki, dağlıq mal şəraitləri olduğuna görə hər ikisində var. Semənd doğrudur. Deməndə meyvə konserv hər ikisində var. Üzümçülük Şəxsəkdalda zəifdir. Neft asfaltında Şəxsəkdalda yoxdur. Yeməndə tələbətçilik Quba Xaçmazındır. Orada üzümçülük hər ikisində elə ciddi inkişaf eləmir. Baramaçılıq da Quba Xaçmazda inkişaf eləmir. Düzgün cavab ümumi olan təsərrüfat sahələri meyvəçilik, taxılçılıq, heyvandarlıq cavab Seyməndir. Şuraz oval üçün səciyyəvi xüsusiyyətləri müəyyən. Filiz paydarı qazıntıları ilə zəngindir. Şuraz ovalığı alüvyal mənşəli çöküntü sularla örtülü olduğuna görə burada filiz mənşəli paydarı qazıntılar ola bilməz. Səbtir. Çöküntü mənşəli paydarı qazıntı ola bilər. Qurutduğu meyvələr yetişdirilir. Heyvadır, nardır, qurutduğu meyvələr yetişdirilir. Doğrudur. Şirvan, Salyan, Milmuğan və Mərkəzi alan iqtisadi rayonlar yerləşir. Şuraz ovalında bu iki iqtisadi rayon yerləşir. Doğrudur. 2-3. Meşələr geniş ərazi tutur. Burada meşələr vaxtilə Kürçaylı sahillərində vardı. İndi meşə ehtiyatı burada demək olar ki, yoxdur. Səbti, yarımçərə quru çölü 2-3. Yay otlarının çox səsi bu rayonlardadır. Yay otlarları yox, qış otlarları bunlardadır. Səbti, irriqasiya, yəni suvarma yaxşı inkişafmışdır. Bu rayonlarda düzən ərazi olduğuna görə suvarma ya böyük tələbat var, irriqasiya həqiqətən yaxşı inkişaf edib. Deməli, düzgün cavab oldu. 2 qurutduğu meyvələr yetişdirilir. 3 Şirvan, Salyan, Milmuğan, Mərkəzi alan iqtisadi rayonlar yerləşir və 6 irriqasiya yaxşı inkişaf etmişdir. 6, 2, 3, 6 cavab oldu. Yebəndi. Şəxsəkdərlər və Naxçıvan iqtisadi rayonlarını səciyyələndirən ümumi xüsusiyyətlər. Meşələr geniş yayılıb. Naxçıvanda meşə geniş yayılmıyor. Bu cürdə səbti Şəxsəkdərlər geniş yayılıb. Xarici ölkələrlə həmsərhəddirlər. Şəxsəkdərlər həm Gürcüstan, həm Rusiya ilə həmsərhəddir. Naxçıvan, Türkiyə, İran, Ermənistan həmsərhəddir. Hər iki üçün doğrudur. 2. Əlvan metal fiziki ehtiyatına malikdirlər. Naxçıvanda polimetal yatağı var, molibden yatağı var. Şəxsəkdərdə mis polimetal yatağı var. Düzgündür, hər ikisi əlvan metaldır. Deməli, 2 də düzdür, xarici ölkələrlə həmsərhəddirlər və əlvan metal filiz ehtiyatına malikdirlər. Doğrudur. 2-3 elektrik istehsalı mərkəzidir. Elektrik istehsalı mərkəzi bizdə əsas mərkəzi Arandır, Mingəçevir, Şirvan, Salyandır, Bakıdır. O yüzden səbti, Qərzəki meyvəçi inkişaf edib. Bu ümumi sahədir. Şəxsəkdərlər üçün xarakteristik subal alçımenlikləri var. Subal alçımenlikləri soyuq iqlimə hakim olduğu yerlərdə ki, bunların hər ikisində də soyuq iqlim var. Yəni 1500 metrdən yuxarıda. Naxçıvanda 1800 metrdən yuxarıda Şəxsəkdərdə. Deməli, düzgün cavab oldu. Yenə də xarici ölkələrlə həmsərhəddirlər. 2. Əlvan metal fiziki ehtiyatına malikdirlər. 3. Və subal alçımenlikləri var. 2, 3, 6 cavabı doğrudur. Cavab oldu. S'də. İqtisadi rayonlar üçün müvafiq gələn meyvəçi istiqamətlərini müəyyən. Tumlu meyvə. Tumlu meyvə Quba Xaçmazdadır. 1-ə gəldi B bəndi. Cavab ya B'dir ya da Y'dir. Qərdəki meyvə Şəxsəkdərlər 2-yə gəldi A. 1-ə B, 2-yə A. Yenə də B'də də düzdür, Y'də də düzdür. 3-ə çəyirdəkli meyvə. Çəyirdəkli meyvə ərik şapdalıdır, bu Naxçıvandadır. 3-ə gəldi D. Deməli, B düzdür, Y'də səhv çıxdı. Y'də yazıb ki, çəyirdəkli meyvə Lənkəranlıqdadır. Lənkəranlıqda çəyirdəkli meyvə dögür, sitrus meyvəçiliyidir. 4-ə yazıb, 4-ə sitrus meyvəçiliyində yazıb, Lənkəranlıqda B bəndi doğru oldu. Y bəndə 4-ə yazıb, çəyirdəkli yazıb, Naxçıvanı. Deməli, sitrus yazıb Naxçıvanı. Burada düzgün cavab oldu, B bəndi. Deməli, Tumluya gəldi Quba Xaçmaz.
Gərdəkliyə gəldi Şəkisaktala, Çərdəkliyə gəldi Naxçıvan, Sütla gəldi, Lənkəran Astara cavab oldu B bəndi. Quba Haçmaz İqtisadi rayonunda tələbəçiliyin fərqləndirici xüsusiyyəti Quba Haçmazda olan tələbəçiliyi bildiğiniz kimi gec yetişən tələbəçiliyidir. Gec yetişən, məsələn bu Lənkəran Astarada yetişir may-iyun aylarında. Quba Haçmazda bu tələbə yetişir avqust ayında. Gec yetişir. O yüzden gec yetişən tələbəçiliyi olmazdır. Düzgün cevap D bəndi. Lənkəran Astarı İqtisadi rayonu tələbəçiliyin fərqləndirici xüsusiyyəti Lənkəran Astarda bir haqqı test edildim. Lənkəran Astarda tələbəçiliyi paraj tələbəçiliyi, tez yetişən tələbəçiliyi. Düzgün cevap C bəndi. Doğru olan sıraları müəyyən edin. Deməli, birinci işarə bərabər yanlı, bərabər tərəfli üçbucaq. Zəylik dəmir bezinin işarəsidir. Zəylik yatağı. Zəylikdə alüt yatağı var. Dəmir bezi yatağı yoxdur. O görə də cavab səbti Gəncə Daşkəsən düzeydir. İkinci sırada verilən alütin işarəsidir. Ağ yataq civə yatağıdır. O görə də ikinci sırada səbti. Üçüncü işarə polimetal işarəsidir. Filizçay Şəkisaktala doğrudur. Filizçayda polimetal yatağı var. Dördüncü işarə bərabər yanlı üçbucaq Fiyəzəndə deməli neft var doğrudur. Amma Abşeron Xızıya aiddir. Quba Haçmaza aiddir. O görə də səhvdir. Beşinci işarə polimetal işarəsidir. Gümüşlü bu Şərur rayonundadır, Naxçıvandadır. Qarabağa yazdığına görə səhvdir. Və altıncı dəmir bezin işarəsidir. Bərabər deməli tərəfli üçbucaqdır. Daşkəsəndədir. Gəncə Daşkəsən İqtisadi rayonundadır, düzdür. Deməli düzgün cavab oldu. Polimetal yatağı 3 Filizçay Şəkisaktala və 6 dəmir bezi işarəsi Daşkəsən, Gəncə Daşkəsən İqtisadi rayonundadır, düzdür. Cavab oldu 3-6. Qalanların hamısı səhv idi. Verilən əlamətlərin aid olduğu İqtisadi rayonu müəyyən tələbəçilik özü ixtisaslaşıb, çayçılığı inkişaf edib. Bu inkişafdan görür ki, söhbət Lənkəran Astardan gedir. Yaya qura kişiyə mülayim istəyirəm, doğrudur. Çəltikçiliyi inkişaf edib, söhbət gedir Lənkəran Astar İqtisadi rayonundan. Tələbəçilik və çayçılıqdan bu cavab çıxmışdı. Qalan bəndlərdə Lənkəran İqtisadi rayonu üçün xarakterik iqlim və təsərrüfat sahəsidir. Düzgün cavab Lənkəran Astara cavab bəndi. Lənkəran Astar İqtisadi rayonunun düzən hissəsində orta ediliş yanğının çoxluğuna baxmayaraq su varmaya ehtiyacın olmasının səbəbi. Düzən hissəsində yağıntının miqdarı çoxdur, amma yağıntı əslən ilin soyuq dövründə düşür. Bu görə də su varmaya ciddi ehtiyacı var. Deməli, yağıntların əslən ilin soyuq dövründə düşməsi cavab oldu A bəndi. Yağıntlar əslən ilin soyuq dövründə düşür. Yayı nisbətən quraqdır, cavab A bəndi. Eylül'ün diagnostik uygun benden müydün Qarabağ İqtisadi rayonu, Mirmuğan İqtisadi rayonu və Şərqi Zəngəzur İqtisadi rayonu. Ərazisində həm dəmiyə, həm də su varma ikinci inkişaf etmişdik. Deməli, bu İqtisadi rayonunda həm düzən yer var, həm də dağlıq yer var. Ki, Mirmuğan ancaq düzənlikdən ibarətdir. Qarabağda həm düzən var, həm dağ var. Şərqi Zəngəzurda həm düzən var, həm də dağ var. Deməli, bir aid olacaq ikinciyə. Bir aid olacaq ikinciyə. Cavab B-dədir, C-dədir, D-dədir. Bir-biriyle hemsərhəddir. Deməli, bir-biriyle hemsərhəd deyil, bir-biriyle hemsərhəd olmayan, deməli, Milmuğanla Şərqi Zəngəzurdur. Milmuğan Qarabağ sərhəddədir. Yaxud Qarabağ Şərqi Zəngəzurla hemsərhəddir. Bir-biriyle hemsərhəd olmayan Milmuğanın Şərqi Zəngəzurla olmazdır. Deməli, 2 aid olacaq üçüncüyə. 2 aid olacaq üçüncüyə. Cevap deməli ya C'ydi ya da D'ydi. Sonra 3 xarici ölkələrlə quru sərhədə malikdir. Deməli, xarici ölkələrlə quru sərhədə malik olan, deməli, Qarabağ Füzuli rayonunda İranla sərhəddədir. Mirmuğan yenə də İranla sərhəddədir. Şərqi Zəngəzur İranla sərhəddədir. Deməli, 3 aid olacaq bunların hər ikisinə. Üçünə aid olacaq. O görə cavab olacaq D bəndi. 4. Araz çayının suyundan su varmada istifadə olunur. Qarabağda istifadə olunur.
Şərqi Zəngəzurda istifadə olunur, Mil Muğan'da istifadə olunur. 4 dayı oldu bunların hər üçünə. Doğrudur. Və 5. Mərkəz Aran iqtisadi rayonuyla həmsərhəddir. Mərkəz Aranla həmsərhəd olan Mil Muğan'dır və Qarabağdır. Mil Muğan'la Qarabağ deməli birinciyə aid olacaq 5 yeni diyəcabı üçün uyğun gəldi və 6 ərazisində həm mülayimlik həm də soyuq iqlim tipi vardır. Bu deməli bir hissəsi dağlıq olan iqtisadi rayonlardadır ki, bu da Qarabağ iqtisadi rayonunda, Şərqi Zəngəzur iqtisadi rayonudur. Deməli düzgün cavab oldu D bəndi. Eylül diğer Yunanistan uygun benderi müeyyidin. 1. Şərqi Zəngəzur iqtisadi rayonu, 2. Qarabağ iqtisadi rayonu, 3 buranın hər ikisine ait olan xüsusiyyət. Pambıqçılıq inkişafı üçün əlverişli təbii şəraitə malik olan Qarabağ iqtisadi rayonudur. Bərdə, Ağcabədi, Ağcabədi ən çox pambıq yetişdirən inzibat rayonlardır. Deməli, bir ait olacaq ikinciyə cavab var. Bir ikinciyə aiddir A-da, C-də, D-də. 2. İranla həmsərhəddir. Şərqi Zəngəzur rayonu Zəngilan və Cəbrayıl vasitəsilə İranda sərhəddədir. Qarabağ iqtisadi rayonu Pizru vasitəsilə İranda sərhəddədir. Deməli, buranın hər ikisinə aiddir. Deməli, 2 aid olacaq üçüncüyə. 2 aid olacaq üçüncüyə cavab çıxla bəndi. C, D-də 3'ü veriblər. 2'ni başqa yerə veriblər. O yüzden cavab oldu A bəndi. Qalanları yoxlayaq. 3. Bəsçay qoruğu və İstisu mineral bulağı yerləşir. Bəsçay qoruğu Zəngilan rayonundadır. İstisu mineral bulağı da Kəlbəcərdədir. Bu da şu Şərqi Zəngəzur rayonundan. Deməli 3 aid olacaq birinciyə. 3 aid olacaq. 3 aid olacaq Şərqi Zəngəzura. Birinci aiddir. Doğrudur. 4. Ekoloji tarazlıq pozulmuşdur. Bu hər iki iqtisadi rayonun Şərqi Zəngəzurun hamısı Qarabağın da bir hissəsi işğal altında idi. Bu göldə buranın hər ikisində ekoloji tarazlıq pozulub. Ermənilər yamancına qoydular. Deməli 4 aid olacaq buranın hər ikisinə. Üçüncüyə yəni. 5 Tərtər və Həkəri çaylarının mənbəyi burada. Tərtərlə Həkəri çaylar başlayır. Deməli Qarabağ vulkanik yaylasından bu da Şərqi Zəngəzurdadır. O göldə 5 aid olacaq Şərqi Zəngəzura. A bəndi yenə də doğrudur. 6 ərazidən axan kanal su ambarıyla su qovşağını birləşdirir. Ərazidən axan yuxarı Qarabağ kanalı Bəhləntəpə su qovşağı ilə artıq su qalarsa, Bəhləntəpə su qovşağına gəlir. Su ambarının su qovşağı ilə birləşdirən kanal keçir Qarabağ iqtisadi rayonundan, yəni 6 da aid olacaq Qarabağ iqtisadi rayonuna, yəni ikinciyə. Düzgün cavab alındı A bəndində. Şaqulub Qurşaqlı əslən verilən iqtisadi rayonu və ixtisaslaşmış kənd sahələrinin sahəsi müəyyən düzənlik və dağa təyin edib gec yetişən tələbəçi. Gec yetişən tələbəçidən birinci bu söhbət burada gedir. Quba Xasmazdan alçaq və qismən orta dağlıqla nədir? Yüksək və dağlıqda yer ortaqlar arıçılıq uyğundur. Deməli, söhbət gedir burada Quba Xasmazı iqtisadi rayonu, Quba Xasmazı iqtisadi rayonunda alçaq qismən də orta dağlıqda inkişaf edib. Onsa başqa cavabı yoxdur. Tumlu meyvəçilik. Yəni alma, armud bağları. Düzgün cavab oldu Y bəndi. Deməli, birinci sual şərəsi Quba Xasmazdır. İkinci sual şərəsi də, sadəcə sual şərəsi də tumlu meyvəçilik. Cavab oldu Y bəndi. Eylül diğer Yunanistan uygun bəndləri, uygun gələn bəndlər müəyyən. Birinci Quba Xasmazı iqtisadi rayonu, ikincisi Lənkəran iqtisadi rayonu, üçüncüsü bunların hər ikisi. Tələbəçi üzrə ixtisaslaşıb bunların hər ikisi. Deməli, bir gəlcik üçüncüyə. Bir gəlcik üçüncüyə. Cavab ya D-dir, ya da Y-dir. Ya D-dir, ya da Y-dir. 2. Tumlu meyvəçi üzrə ixtisaslaşıb, tumlu meyvəçi üzrə ixtisaslaşan Quba Xasmazdır. Deməli, 2 gələcək birinciyə. 2 gələcək birinciyə cavab çıxdı Y bəndi. Qalan bəndləri yoxlayaq. 3. Çayçılıq inkişaf etmişdir. Çayçılıq inkişaf etmişdir Lənkəran Astırada. Yəni 3 gələcək ikinciyə. Doğrudur. Lənkəran Astırada ikinci gəldi. 4. Neft hasılatına malik olan Quba Xasmazdakı Siyəzəndir. Deməli, 4 gələcək birinciyə. 4 gələcək birinciyə. Quba Xasmazda doğrudur. Xarici ölkə ilə həmsərhəddir. Quba Xasmaz Rusiya ilə həmsərhəddir. Lənkəran Astıra İranla həmsərhəddir. Yəni 5 gələcək bunların hər ikisinə. Üçüncüyə doğrudur.
Yalnız bir iqtisadi rayonla həmsərhəd olan Lənkəran Astara iqtisadi rayonu ancaq Şirvançaliyan iqtisadi rayonla həmsərhəddir. Yəni bu aid olacaq Lənkəran Astaraya. Quba Xaçmaz iqtisadi rayonu isə həm Abşeron Xızı rayonuyla, həm də sonra Dağlıq Şirmanla və Şəki-Zaqatala iqtisadi rayonu ilə həmsərhəddir. Bir iqtisadi rayonla həmsərhəd olan təkcə Lənkəran Astaradır. Altı aid olacaq deməli Lənkəran Astaraya. Cevap oldu Y bəndində. Uyğunluq müəyyidinin iqtisadi rayon mərkəzi aran 1-ci, 2-ci Şəki-Zaqatala, 3-cü Quba Xaçmaz, 4-cü Dağlıq Şirvan. Əlamətlər. Əlvan metalurji xam malına geniş yay və qış otlarından malikdir. Bunların içərisində deməli mərkəzi aranda Quba Xaçmazda, Dağlıq Şirvanda əlvan metal xam malı yoxdur. Təkcə Şəki-Zaqatalada polmetal yatağı var. Balaçan-Zaqatala rayonları arasında Pisca yatağı var. Deməli, bir aid olacaq Şəki-Zaqatalaya. Geniş yay qış otlarları Quba Xaçmazda, Dağlıq Şirvanda da var. Deməli, bir aid oldu ikinciyə, yəni Şəki-Zaqatalaya. Dəniz sahili ərazidir, okean səviyyəsindən aşağıda yerləşir. Mərkəzi aran dəniz sahili mövqeyə malik deyil. Dağlıq Şirvan dəniz sahili əraziyə malik deyil. Şəki-Zaqatala həmçinin dəniz sahili əraziyə malik deyil. Dəniz sahili əraziyə malik olan burada təkcə Quba Xaçmazdır. Quba Xaçmazda deməli Xaçmazdır, Şabranlı və Siyəzən rayonları Xəzər dəniz sahilidir və ki, bu ərazilər okean səviyyəsindən aşağıda yerləşir. Deməli, 2 aid olacaq Quba Xaçmaza. Üçüncüyə. Əkinçi yalnız suvarma şəraitində mümkündür. Burada tamamilə düzən ərazi olan mərkəz arandır. Burada dəm əkinçiliyi mümkün deyil. Yəni 3 aid olacaq birinciyə. 2. Şəki-Zaqatalada dəm əkinçiliyi dağda mümkündür. Quba Xaçmazda, həmçinin Dağlıq Şirvanda da hündür yerlər var. Buralarda dəm əkinçiliyi mümkündür. Deməli 4 aid olacaq. Əkinçiliyi yalnız suvarma şəraitində olan ancaq mərkəz arandır. Deməli 3 gəldi birinciyə. Etnik tərkib yekçilikdir. Dəm əkinçiliyi inkişaf etmişdir. Deməli, bir millətlidir Dağlıq Şirvan. Dağlıq Şirvanda həmçinin bir millətlidir. Həmçinin Şəki-Zaqatala deməli, çox millətlidir. Quba Xaçmazda çox millətlidir. Mərkəzi aranda həmçinin yekçinsi, tərkib yekçinsi, amma mərkəzi aranda dəm yekçinçiliyi yoxdur. O görə də etnik tərkib yekçinsi, dəm yekçinçiliyi inkişaf etmişdir. Bu aid olacaq Dağlıq Şirvana, 4 aid olacaq 4-ə. Deməli, belə bir cavab alındı. Birinciyə 3, ikinciyə 1, üçüncüyə 2, dördüncüyə 4 cavab oldu C bəndində. Xəritə, sxemə və cədvəl əsasında iqtisadi rayonlara aid olan xüsusiyyətləri müəyyən edin. Deməli, iqtisadi rayonlar xüsusiyyətlər. Əhalisi milli tərkibi mürəkkəbdir. 1, 2, 5, 1 Şəki-Zaqatala, 2 Lənkəran Astara, 3 Quba Xaçmaz. Bunlarda həqiqətən də əhalinin milli tərkibi yekçinsi Şəki-Zaqatalada İngilolardır, Udilərdir, yaxud Ninlərdir, Saxurlardır. Bunlar yaşayır. Quba Xaçmazda Ləzgilər, Avardlar yaşayır. Lənkəran Astarada Azərbaycanlılarla yanaşı, Azərbaycan türkləri yaşayır. Talışlar yaşayır. Milli tərkib bunlarda həqiqətən mürəkkəbdir. O görə də 1 doğrudur. 2 də deyir ki, 1, 4, 6, 1 Şəki-Zaqatala, 4 Naxçıvan, 6 da ki, Qazax-Tovuz. Bunlar yalnız 2 xarici ölkə ilə həmsərhəddir. Yalnız 2 ölkə ilə həmsərhəddir. Deməli, Şəki-Zaqatala, Rusiya, Gürcüstan 2 ölkədir. Qazax-Tovuz, Gürcüstan, Ermənistan 2 ölkədir. Naxçıvanda İran, Ermənistan, Türkiyə. O görə bu səhv oldu Naxçıvana görə. Yalnız 2 ölkə ilə, yəni 2-dən artıq əski ölkə ola bilməz. Naxçıvana görə səhvdir. 2-ci sıra, 3-cü sıra 1, 5, 6, 1 Şəki-Zaqatala, 5 Quba Xaçmaz, 6 Qazax-Tovuz. Bunlar üçün deyir ki, Qarabağ Aral dənizlərinin limanlarına çıxan boru kəmərləri buradan keçir. Qarabağ Aral dənizə keçən boru kəmərləri birdən Şəki-Zaqataladan belə kəmərlər keçmir. 5 ilə 6-dan Quba Xaçmazla Qazax-Tovuzdan deməli Qara Aral dənizinə gedən, həm də Qara dənizə gedən boru kəmərlər keçir.
5'ten Quba Hasmatı'nda boru kəməri keçir. Yəni bu səpti Şəksaqdalıya görə bu da səpti. 4-cü sırada deyir 2, 4, 5, 2 Lənkəran Astara, 4 Naxçıvan, 5 Quba Hasmaz. Deməli Lənkəran Astara, Naxçıvan, Quba Hasmaz üçün deyir ki, ən düz zirvələri 2000 metrdən yüksəkdir. Deməli Lənkəran Astarada 2493 metr kömürgöy, Naxçıvanda Qapçıq 3904 yaxud 6 metr, Quba Hasmazda da ki, ən düz zirvələr Başqafqaz yanı sistədə Şahdağ burada yerləşir. Ən düz zirvələr 2 metr yüksəkdir. Bu sırada doğrudur. Deməli 4-cü sıra doğrudur. 5-ci sıra 3, 5, 6. 3 Qarabağ, 5 Quba Hasmaz, 6 Qazax Tovuz. Bunlar üçün deyir, yay və qış otlaqları mövcuddur. Deməli, Qarabağda belə yerlər var. Yay qış otlaqları, düzən hissəsi qış otlağıdır, dağda yay otlağı var. 5 Quba Hasmazda yay qış otlağı var. Həmçinin 6 Qazax Tovuzda yay otlağı da var, qış otlaqları da var. Həm düzən ərazi var, burada da həm də ki, Daşkəsən Gədəbəy rayonunda deməli yay otlağı var. Yəni bu sırada doğrudur. 6. 6-cı bənddə deyir ki, 6-cı sırada 3, 4, 5. 3 Qarabağ, 4 Naxçıvan, 5 Quba Hasmaz. Bunlar üçün deyir ki, qara meteoroloji üçün zəngin xammal bazasına malikdir. Qara meteoroloji üçün zəngin xammal bazası bunların heç birində yoxdur. Dəmir prizindən gedir söhbət bu. Gəncə Daşkəsəndədir. 6-cı sıra tamamilə səhvdir. Deməli, düzgün sıra olaraq oldu 1-ci, 4-cü və 5-ci sıralar. 1-ci, 4-cü, 5-ci sıralar. Cavab oldu B bəndi. Xətti sxema və cədvəl arasında iqtisadi rayonlara olan xüsusiyyətləri müəyyən edin. İqtisadi rayonların ümumi xüsusiyyətləri 1-ci sırada 1, 2, 3, 1 Qazax Tovuz, 2 Quba Hasmaz, 3 Şirvan Salyan. Bunlarda ərazisindən Qara Dəniz limanlarına çıxan boru kəmərləri keçir. Batumiyə, Novorosiyskə keçən kəmərlər, deməli, Qazax Tovuzdan keçir. Şirvan Salyanda Hacıqabul rayonu ərazisindən keçir. Quba Hasmazda Novorosiyskdə Qara Dəniz sahilinə gedən boru kəməri keçir. Deməli, 1-ci sıra doğrudur. 2-ci sırada deyir 2, 5, 6 Quba Hasmaz, Qarabağ və Lənkəran Astara. Bunlar üçün deyir ki, şəhərdən qərbə doğru yaşayış məntəqələrinin sıxlığı artır. Deməli, şəhərdən qərbə doğru deməli, Quba Hasmazda sıxlıq arta bilməz. O görə ki, şəhərdən qərbə doğru, dağa doğru qalxır, dağda yaşayış məntəqələri sıxlıq artmayacaq, əksinə azalacaq. Sonra 5-də Qarabağda yenə dağa doğru gedir, sıxlıq artmayacaq, əksinə azalacaq yaşayış məntəqələrinin sıxlığı və Lənkəran Astarada yenə də dağa doğru yaşayış məntəqələrinin sıxlığı artmayacaq. Əksinə şərq hissədə yaşayış məntəqələri daha sıxdır. 2-ci sıra səhvdir. 3-cü sırada deyir 3, 4, 5, 3 Şirvan Salyan, 4 Şəki Zaqatala, 5-dəki Qarabağ. Bu üçündə 3, 4, 5-də qış və yay otlaqları mövcuddur. Şirvan Salyanda qış yay otlaqları mümkün görür, o görə bu sıra səhvdir. Qarabağda yay qış otlaqları var. Şəki Zaqatalada yay qış otlaqları var. Şirvan Salyana görə bu səhvdir. 3-cü sıra, 4-cü sıra 2, 4, 6 2 deməli Quba Hasmaz, 4 Şəki Zaqatala, 6 Lənkəran Astara. Yanıtları bərabər payından mülayim isti iqlim tipi. Bunların üçündə də var. Yanıtları bərabər payından mülayim isti iqlim. Böyük Qafqazın şimal cəmaatında, Quba Hasmazda, cənub cəmaatında, Şəki Zaqatalada, bir də Talış dağlarında bu iqlimə rast gəlinir Lənkəran Astarada. 4-cü sıra doğrudur. 5-ci sıra 1, 2, 4. 1 deməli Qazax Tovuz, 4 Şəki Zaqatala, 2-dəki Quba Hasmaz, 1, 2, 4. Bunlar üçün şimalda yerləşirlər. Yalnız bir xarici ölkədə həmsərhəddirlər. Quba Hasmaz ancaq Rusiya ilə, Şəki Zaqatala, Rusiya, Gürcüstan, Qazax Tovuzda, Gürcüstan, Ermənistanda 2 ölkədə həmsərhəddir. O görə sıra səhvdir. 6-cı sırada deyir ki, 2, 3, 5. Yəni Quba Hasmaz, Şirvan Salyan, bir də Qarabağ. Bu üçü üçün deyir ki, yarımsərhəd quru çöldümü yayılmışdır. Quba Hasmazda Samur Dəvəçovanda belə iqlim var. Şirvan Salyanda
belə iqlim yarımçara gölçölümü var. Həmçinin Qarabağ iqtisadlarında Qarabağ düzü də yarımçara gölçölümü yayılmışdır. Bu sırada doğrudur. Deməli, doğru sıralar oldu. Birinci, dördüncü, altıncı sıralar doğrudur. 1, 4, 6 cevap oldu. B bəndi. Eylül ben diagramlastan uyğun bəndləri müəyyən edin. Bakı, mərkəzi aran, Gəncə, Daşkəsən iqtisadi rayonları. Deməli, ərazisində seslər fəaliyyət göstərir. Deməli, Bakıda ses mümkün dögür. Mərkəzi aranda Mingəçevirdə su elektrik stansiyası var. Həmçinin Yevlaxda su anbarı var. Deməli, Gəncə Daşkəsəndə də Yenikənd Samux rayonunda su elektrik stansiyası var. Deməli, birinci bənd ərazisində seslər fəaliyyət göstərir. Gəncə Daşkəsənlə Samux rayonunda var Yenikənd su elektrik stansiyası, mərkəzi aranda var. Deməli, bir aid olacaq üçüncüyə. Bakı-Qazax avtomobil yolu Gəncə Daşkəsəndən, mərkəzi arandan, həmçinin Bakıdan başladığına görə bunların üçündən də keçir. Deməli, 2 aid olacaq dördüncüyə. Ərazisində əlvan və qara metalurji müəssisələri var. Şirvanda, mərkəzi aranda qara əlvan metalurji müəssisələri yoxdur. Bakıda var, Gəncə Daşkəsəndə var. Deməli, 3 aid olacaq Gəncə Daşkəsəndən Bakıya, yəni ikinciyə. 4. Su nəqliyyatı imkanlarına malikdir. Bakıda mümkündür su nəqliyyatı. Mərkəzi aranda su nəqliyyatı Yevlaxa qədər deməli gəmilər gedə bilir. Amma Gəncə Daşkəsəndə bu mümkün deyil su nəqliyyatı. Mümkündür. O görə 4 aid olacaq Bakı ilə mərkəzi arana, yəni birinciyə. Ərazisindən beynəlxalq əhəmiyyətli neft kəməri keçir. Bakıdan keçir, mərkəzi arandan keçir, həmçinin Gəncə Daşkəsəndən keçir. Bakıdan BTC, həm də ki Bakı-Batumi neft kəməri keçir. Beynəlxalq neft kəməri keçir. Yəni 5 aid olacaq bunların üçünədir. 5 aid olacaq dördüncüyə. Sonra relyefinin nisbi fərqi azdır. Deməli, Gəncə Daşkəsənin bir hissəsi deməli, Kür çayının sahilinə qədər gəlirsə, bir hissəsi də 3724 metr hündürlüyə qədər yüksəlir. Hündürlük fərqi orada çoxdur, hündürlük fərqi azdır. Bakı iqtisadi rayonu ilə mərkəzi aranda, yəni 6 aid olacaq birinciyə. Deməli, belə bir cavab alındı. Birinciyə 4, 6, ikinciyə 3, üçüncüyə 1 və dördüncüyə 2 ilə 5 cavab oldu B bəndində. Cədvəl tamamlanan iqtisadi rayon kənd təsərrüfatı faydalı qazanır. Pambıqçılıq inkişaf edib, yod brom var, yod brom. Deməli, Bakıdan başqa pambıq olan deməli, bu Şirvan Salyandadır. Neftçalıdadır, yod brom zavodu. Deməli, bir olacaq Şirvan Salyan məcburi. Cavab A-da var, C-də var. Ya A-dır, ya da C-dir. 2. Şərqi Zəngəzur heyvandarlıq, faydalı qazıntı. Şirvan Salyana olanda gəlir xromit. Xromit Şərqi Zəngəzurda Göydərə yatağı var. Kəlbəcər rayonunda A bəndində doğru gəldi. C bəndində Şərqi Zəngəzurda dəmir peci yatağı yoxdur. O görə A cavab doğru çıxacaq. 3-də deyir ki, tumlu meyvə, neft, qaz olan iqtisadi rayon bildirir ki, bu Quba Xaçmazda. Quba Xaçmazda Siyəcən ərazisində deməli, neft qazı var. Tumlu meyvəçi Quba Xaçmazın xarakterik sahəsi. Siyəcəndə də neft qaz var. 3 doğru çıxdı. 4 gülçülü Şəksəqdalda polimetal yatağı var. Gülçülüyü də burada inkişaf edib, deməli, A cavabı doğru çıxdı. Cədvəl tamamlanan iqtisadi rayon kənd təsərrüfatı faydalı qazanır. Mil, muğam, neft, təbii qaz, buradakı kənd təsərrüfatı, balıqçılıq olmaz, pambıqçılıq olar, çayçılıq olmaz, pambıqçılıq olar, şəkərçılıq olar, B, D-yi. Deməli, bunu nəzərdə tutaq. Şərqi Zəngəzurda yağ dağlar var, faydalı qazıntı. Şərqi Zəngəzurun faydalı qazıntısı
neft ola bilməz. B getdi. D-də civə olar. Y-də qızıl olar. Deməli, D-də düzgün ola bilər. Y-də düzgün ola bilər. 3-də çayçılıq tikinti materialı. Çayçılıq Lənkəranlıqlara düzgündür. D düzgün gəldi. Mərkəzaran yazıb 3-ü. Çayçılıq Mərkəzaranda ola bilməz. D cavabı doğrudur. Deməli, D-ni yoxlayırıq. Deməli, Mil Muğanda pambıqçılığı var. Cibə yatağı Şərqi Zəngəzurda var. Yayotları. 3 gəldi. Lənkəranlıqlarda çayçılıq var. Tikinti materialları var. 4-ə gəldi. Gəncə daş kəsəndə üzümçiliyi var. Həm də Naftalanda müalicəvi neft var. Yəni D bəndi doğru çıxdı. Mərkəzaran və Gəncə-Qaçaq iqtisadi rayonları üçün ümumi olmayan xüsusiyyət yarımçəri quru çölünü Mərkəzaranda da var, Gəncə daş kəsəndə də var. Sıx kollektiv drenaj şəbəkəsinə malikdirlər. Sıx kollektiv drenaj şəbəkəsi Mərkəzaranda var, Gəncə daş kəsəndə yoxdur. Deməli, fərqi elə budur, ümumi olmayan budur, birində var, birində yoxdur. Sıx kollektiv drenaj şəbəkəsi Mərkəzaranda var, Gəncə daş kəsəndə yoxdur. Cavab olacaq B bəndi. Seyyə ərazide su ambarı var hər ikisində. Gəncə daş kəsəndə də var. Yenikənd, Samux rayonunda. Mərkəzaranda da Mingəçevirdə Yevlaxda var. Əhalinin milli təcili yetkisi, hər ikisinin milli təcili yetkisi və beynəlxalq nəqliyyat yolu keçir, hər ikisinin beynəlxalq nəqliyyat yolu keçir. Deməli, ümumi olmayan cəhət sıx kollektiv drenaj şəbəkəsinə malik olmalı. Xəritə çıxımında göstərilən iqtisadi rayona aid olmayan xüsusiyyətləri müəyyən edin. Deməli, xəritə çıxım Gəncə Daşkəsən iqtisadi rayonlarıdır. Burada deməli, Daşkəsən rayonunda, Göygöl rayonunda, Samux rayonunda, Goranboy rayonunda, Gəncə və Naftalan şəhərləri yerləşir bildiyiniz kimi. Bura aid olmayan xüsusiyyətlər dağ mədən sahəsi üzrə ixtisaslaşmışdır. Bura dağ mədən sahəsi üzrə ixtisaslaşıb. Bu aid olan xüsusiyyətdir. Qarabağ və Mərkəzaran iqtisadi rayonlarla həmsərhəddir. Gəncə Daşkəsənin cənubu Qarabağdır, şərqi deməli Mərkəzarandır. Bu aid olan xüsusiyyətdir. 3. Balıq konservi müəssisələri fəaliyyət göstərir. Balıq konservi müəssisələri Azərbaycanda əsas Şirvanşahyandadır, Bakıdadır. Burada yoxdur. Deməli 3 aid olmayan xüsusiyyətdir. Sonra 4. Kənd sərhədində tumlu meyvəçilik və tərəvəçilik ixtisaslaşmış sahə. Tumlu meyvəçilik Quba Xaçmazdadır. Tərəvəçilik də burada yoxdur. Deməli 4 aid olmayandır. 5. Göygöl, Hacıkənd, Naftalan müalicə nefti, mineral quraqları, təbii rekreasiya ehtiyatlardır ki, bu Gəncə daş kəsəndə Göygöl, Hacıkənd, Naftalan müalicə nefti, mineral quraqları da burada çoxdur. Belə zəngin rekreasiya ehtiyatlarına malikdir. 5 aid olandır. 6. Respublikamızda Rusiya ilə birləşdirən nəqliyyat kommunikasiya xətləri ərazisindən keçir. Rusiyaya gedən nəqliyyat yolları Gəncə daş kəsəndən keçir. Bu da aid olmayan, deməli aid olmayanlar oldu. 3. Balıq konservi müəssisələri fəaliyyət göstərir, aid olmayandır. Kənd sərhədində tumlu meyvəçilik, tərəvəçilik üzrə ixtisaslaşmışdır, aid olmayandır və Respublikamızda Rusiya ilə birləşdirən nəqliyyat kommunikasiya xətləri Gəncə daş kəsənin ərazisindən keçmir. Düzgün cavab oldu C bəndi 3, 4, 6. Naxçıvan iqtisadi rayonunda kənd təsərrüfatının inkişafına mane olan amillər. Yüksək dağlıq relyef kənd təsərrüfatının inkişafına mane olur. Deməli, biri götürəcək. Şahlıq qurşaqlığın pozulması. Burada şahlıq qurşaqlığı pozulmur. Bu da vacibdə mənasız cavabdır. Su ehtiyatlarının çatışmazlığı kənd təsərrüfatının inkişafına mane olur. Deməli, 1, 3. Aqronom ehtiyatlarının bolluğu kənd təsərrüfatının inkişafına mane olmaz. Qışın soyuq, yayın isti quraq keçməsi kənd təsərrüfatının inkişafına mane olur. Deməli, düzgün cavab oldu. Yüksək dağlıq relyefin üstünlüyü 1, su ehtiyatlarının çatışmaması 3, qışın soyuq, yayın isti quraq keçməsi 1, 3, 5 cavab oldu. B bəndi. Uşaqlar burada dayanmağa məcburam. O görə ki, 1 saata yaxınlaşdı. Qalan testin 28-dən test qaldı. O növbəti bunun ardıcan tezdən onlarda yazacağım. Bu qədər.